Salam əziz dostlar, xoş gördüyünüzü. Bugün sizlərlə son keçirilən 16 iyul dövlət qulluğu qəbuluna düşmüş B növü üzrə qəbul suallarına baxın. Qeyd edeyim ki, bugün sizinlə həmçinin A növü üzrə qəbula düşmüş bəzi maraqlı sualların izahını da paylaşacağım. İmtahana yaxın olsa da biz bütün qəbulların hamısını başdan ayağa sizinlə bərabər paylaşırıq. Nəinki qəbulları, əlavə olaraq sizinlə bərabər son keçirdiyim imtahanlarda da qəbula düşə biləcək sualların hamısının 3 saat, 4 saatlıq izah videoları var. Onları da izləyə bilərsiniz və ən əsası da bizim kanalımıza abunə olun və videonu bəyənərək bizə ən böyük dəstək olmuş olarsınız. İndi isə gəlin keçək qəbul suallarının izahına. Yəni birinci sualdan başlayaq dostlar. Riyazi cədvəldir. Yadda saxlayın, ümumiyyətlə cədvəl mövzusu ilə bağlı bizim qəbulumuza bir neçə dənə sual düşür. Həm toplaması, vurması və tapmaca tipli suallarla biz daha çox rastlaşırıq. A vur B bərabərdir 14. A vur C bərabərdir 56 və C kvadratı bərabərdir 64. Onda dostlar, mənim üçün C-nin kvadratı 64-dirsə, C bərabərdir 8-dir. C-nin qiyməti 8-dirsə, A-nın 7-dir. A 7-dirsə, B də 2-dir. Bu qədər sadə. Növbəti sual, hal-hazırda sizin ekranda gördüyünüz digər sualdır ki, söhbət edir ikinci sualın yaş məsələsi. Yaş məsələsi artıq bir neçə imtahandır ki, arda-arda qəbulda olur və mən deyərdim ki, bunu variantdan da yerinə qoyub işləyə bilərsiniz. İstəsəz, misalda tənlik quraraq, ən yaxşısı tənlikdir. Çünki tənlik birbaşa sənə cavab aparır. Keçmiş, indi və gələcək zaman. Bir bacı var və bir qardaş var. Deyir, bacı qardaşından 15 yaş böyükdür. İlk üstə gələk 15-dir bacı. Dostlar, 5 il əvvəl, 3 il əvvəl desəydi çıxardım. Amma 5 il əvvəl, 3 il əvvəl doğulmaq nədir? Gəlin onu başa düşək. Ben 1996-cı il təvəllüdəm mən. Mənim var 30 yaşım. Əgər mən 1996 yox, 5 il əvvəl 1991-də dünyaya gəlsəydim, onda mənim yaşım neyinir? Artırılır 35. Yəni bir insan öz doğulduğu ildən əvvələ getdiyi zaman neyinir? Yaşı artır. Yəni bacının yaşı neyinəcək? 5 yaş artıb olacaq x plus 20. Qardaşda 3 il əvvəl onda bu neçə eləyir? X plus 3. Onda verilən misalda yazıram x plus 20 bərabərdir. X plus 3. Deyil neçə dəfə böyükdür? 2 dəfə. Tapıram ki, x plus 20 bərabərdir. 2x plus 6. Hə, x də buradan bərabərdir 14. X qardaşın yaşıdır. Onda 14-ün üstünə 15 gəlsən, bu deyir bizdə 29. B bənd. Maraqlı bir sualdır mı? Bəli. Sonra gəlirəm digər maraqlı bir suala. Kənarda baxanda üçüncü sual. Qəribədir, düzdür. Biraz adam baxanda iş baxışında həm asandır, həm çətindir. Amma rahatdır. Çöldəki 4, 3. Elə bir birinci və ikinci fiqurların bucaq sayını vurur bir-birinə. 4 vurur 3. Üstə gələk. Bu da 4 bucaqlı 4. Bərabərdə 16. 3 vurur 3. Çöldəki ikisini. Üstə gələk içəridəki. Bərabərdə 12. Yəni 6 və 3-dürsə, mən 6-nı vurub 3-ə, üstə də gələrəm. İçəridəki nə? 4 bucağı. Bərabərdir 22. Növbəti sual dördüncü, aşkar operator sualıdır. Qeyd edeyim ki, operatorla bağlı biz qəbulda bir neçə sual tipini rastlaşa bilərik. ASC-nin qəbulunda siz maraqlı bir rebus, qeyri-aşkar operatorla qarşılaşmışsınız. Onu da sizə başa salacağım yazma. Əslində aşkar operatordur, amma o ardıcılıqla düzməni istəyirdi. Bu videodan sonra kanala abunə olun ki, növbəti videonu paylaşacağım gecə saat 11-də. Həmin video ilə bağlı ən tez sizin məlumatınız olsun. İndi baxıram, əl buradadır. A 3-dür. B neçədir? 9. Gətirim yazım. 3 üstə gələk 2 vuraq 9. Bərabərdir 21. Demək, sol tərəfimin qiyməti məndə 21-dir. İndi gətirirəm sağ tərəfə. A-nın qiyməti 4. B-min qiyməti 5. Gətirim burada yazım. 4 vur 5. Bərabərdir 20. Bu həmin 21-in üstünə 20-ni gəlsəm eləyir 41. B variantı. Yenə anagram mövzusu ilə bağlı bir sual düşmüşdü. Köhnə magistrin qəbul suallarındandır. İkilik, doqquzluq, dörtlük, yeddilik və dirlik. Burada fərqli olan variant nədir? Y-bənd. Gəlirik digər ardıcıllıqla bağlı olan sual. Rahat bir ardıcıllıq idi. İntervallı ardıcıllıq idi. Dostlar, 6-dan 12, 20, 30 bu tərəf.
İndi bu sual qalsın, amma o birisini də tapmaq lazım. Bu 3, 4, 5, 6 bu kvadratdır. 3-ün, 4-ün, 5-in, 6. Bir tərəf sorsa deyərdim 7-nin kvadratı. Tam bu nə eləyib? 6-dan 12. Plus 6. Plus 8. Plus 10. Hər dəfəsində 2 artırında plus neçə? 12. Yəni nə? 42. C variantı. İndi gəlirik günün əsas sualına. Qeyd edim ki, əziz dostlar, bir çoxlarınız üçün bu sual ilk dəfədir qəbula düşsə də, mən bu sualı artıq 2 ildən çoxdur ki, izah edirəm və mənim YouTube-da belə bir videom var. Dövlət qanunu qəbuluna düşə biləcək 10 sual. Tam olaraq 2 il bundan öncə paylaşmışdım və həmin videonun içərisində də artıq missiyam tamamlandı deyə düşünürəm. Mən orada 10 sual var ki, həmin 10 sualın onda artıq bu 2 il ərzində Dövlət İmtahan Mərkəzinin qəbuluna düşüb. Bu sualların hər birisi müxtəlif qəbullardan və yaxud da ki, özümün seçdiyim bəzi ədəbiyyatlar var ki, oradan qaynaqlanan sual idi. Bu sual 2 il izah olunur və demək olar ki, tələbələrin böyük əksəriyyəti şikayətlənirdi ki, biz belə bir şey görməmişik və s. Mən düşünürəm ki, yəni siz bizim əgər kanalın daimi izləyicisinizsə və yaxud da ki, bizlə hazırlaşıb və yaxud da ki, hazırlaşmağı düşünürsünüzsə, siz imtahanda belə qəribə suallarla heç vaxt rastlaşmayacaqsınız. Buna əmin ola bilərsiniz. Çünki demək olar ki, bu tip sualların hər birisi bizdə mövcud ola bilir. Dediyim kimi, ədəbiyyatlar müxtəlifdir. Mən də araşdırıram bu kimi suallarla bağlı. Ona görə də siz də çalışın ki, daima izləyəsiniz bizim kanalı. Bizdə həmişə belə fərqli suallara yer verilir mütləq qaydada. Hətta bu sualı bayaq burada tapmışam. Yəni, bizim 15 kitabımız var, 2 ildə nəşr etdirirəm. Bu 15-ci sınavın 18-ci sualıdır. Həmin o sualdır. Bu arada eyni də sualda. Sadəcə olaraq orada bəzi rəng dəyişikliklər olmuşdu imtahanda. Bəs yaxşı, bu sualda nədən başlayaq? Neyniyək? Əgər ilk dəfə qulaq assanız, anlamamağınız normaldır. Amma bir neçə dəfə qulaq asıb yenidən işləsəniz, misal sizin üçün olacaq çox rahat. 7-ci sualla bağlı ilk olaraq deyir ki, sən burada 4 dənə rəngdən istifadə edəcəksən və istifadə edəcəyin 4 rəng səndə burada elə olmalıdır ki, rənglər bir-birinə toxunmasın. Və ən sonda məsələ onu tapmaq deyil. Bunu dəfələrlə dərs zayan deyirəm. Məsələ o rəngi tapmaq, məsələ axırda onu saymaqdır. Yaxşı, gəlin görək biz bunu nətər saya bilərik. İlk olaraq dəyərli dostlar, toxunuram nəyə? Harada 2 dənə xana varsa oradan başlamağınız məsləhətdir. Və bunu tapmanın yolu çəkməkdir mütləq qaydada ki, siz öz qeydlərinizi aparasınız. Bax, qırmızım və bozum var, düzdürmü? Bura mən ya yaza bilərəm, sarı ya da nə? Göy rəng. Ona görə mən qoy bax bura göy rəng yazıram. Niyə göy rəng yazıram? İndi hər dəfəsində sizin mənə rahat başa düşməyiniz üçün qələmimin sağ tərəfindən istifadə edib çalışacağam ki, ora göy yazım. Rəngləri seçə bilərsiniz. Bax, göy rəng. Bura qırmızı toxunub, sarı toxunub, göy toxunub. Nə yoxdur? Boz rəng. Bu da olsun mənim üçün boz. İndi bax, boz, göy, qırmızı var. Bura nə çatışmır? Sarı. Sarı toxunub, qırmızı toxunub, göy toxunub, boz toxunub. Baxın, mən buna başqa bir rəng verməliyəm. Məndə 5 rəng yoxdur. Demək, mən bu başladığım hissə var da, bura göy demişdim. Göy səhvdir. Onda bura nə rəngdir? Sarı. Sarıdırsa, hə, bax, indi burada misal özü başlayır bizi yavaş-yavaş aparmağa. Boz var, sarı var, qırmızı var. Nə çatışmır? Göy rəng. Sarı var, göy var, qırmızı var. Bura nə çatışmır? Boz. Mən də buradan bozumu əlavə edeyim bu hissi. Bir neçə yerdən yazıram ki, bozu. Qaçışıqlıq olmaz. Qırmızı, sarı, boz. Bura nə çatışmır? Göy. Göy də bura yazmışam. Hə. İndi bax, sarı, göy, boz var. Çatışmır. Qırmızı. Sarı, qırmızı, boz var. Çatışmır. Göy. Boz, göy, sarı var. Çatışmır. Qırmızı. Qırmızı, boz, sarı var. Çatışmır. Misalın bu hissəsində göy. Aşağıya da baxsam sarım toxunub, ya da doğrusu qırmızı toxunub, göy toxunub, boz toxunub. Çatışmır. Sarı. Sarı var, göy və qırmızı var. Çatışmır. Boz. Boz, qırmızı, göy var. Çatışmır. Dəyərli dostlarım, yenə sarı. İndi yaxşı müəllim, mən bunu yazmışam. Sonra nə edeyim? Təbii ki, dostlar, yenə də bura ehtimala ki, indi mən siz çox yorulmayasınız deyə birbaşa deyim. Bura qırmızı rəngdir. İndi hardan bilirsiniz sual keçir rəyinizdən? Göy rəng yazsaz alınmayacaq. Bayaq nə tərkib burada tətbiq eləmişdim. Göy yazdım, alınmadı. Keçdim sarıya. Burada həm proses eləmək lazımdır. Qırmızını yazdım, ora alınmır. Bura sarı. Göy, sarı, boz var. Bura çatışmır. Qırmızı və burada çatışmır göy.
Yaxşı müəllim, indi bunu yazdıq. Daha sonra nə edə bilərsiniz ki, biz bunun daha rahatlığını tapaq? Məsələ bizdən, dostlar, burada bizdən soruşur ki, hansı sayıları eynidir rəng olaraq? Bax dostlar, qırmızını sayıram. Niyə deyirəm? Bax bu 2-dir. 2 dama, dama sayırım. Bu qırmızı 1. Bu qırmızı isə dama sayılır 2. Damanı necə təyin elədim? Baxıram ki, bunun özü balaca bir kvadratdır. Bunlar neçəsi yerləşir? Bura ikisi. Bu qırmızı neçə dənədir? 3. Bu qırmızı da 3. Bu qırmızı neçə dənədir? 3. 3, 3, 3, 2, 1, 2. O zaman məndə qırmızı rənglərin hamısı eləyir 14. Mən göy rəng tapaq. Görək, həqiqətən göy rəngdən neçə dənədir? Niyə deyirəm? Yəni sayın biləsiniz deyə göydən də 14 dənədir. Qırpaq bu neçədir? 3, 2, bu göy 1, bu göy 1, bu göy neçədir? 2. Bura 2 və burada 3'dür. 3, 3, 2, 2, 1, 2 və 1'i toplasaz göy rəngdə. Eləyir 14. Sayı qırmızı var nədir? Göy. O da məndə C variantı. İmtahanda da düşən sual da buydu. Ola bilər burada sarı rəngi olmayıb, yaşıl rəngi olub, boz rəngi olub və s. Yəni ona görə dostlar, bu suala xüsusi diqqət yetirməliydiniz. Və yaxud da ki, məsələn, ola bilər ilk dəfə görmüsünüz, sizə qəribə gəlib, bu hazırlıq periodunda ümumiyyətlə bununla bağlı məlumatınız olmayıbdırsa, o da problem deyil. Çünki dediyim kimi fərqli bir tipdir deyə çox vaxtı müəllimlər buna toxunmaya bilir. Amma biz hər dərs, hər imtahan, hətta hər videoya baxsanız mən bu sualı deyirəm izahını aşağıda yerləşdirmişəm ya da izah edirəm. Gəlirəm 8-ci suala. Yenə bu sual tipi ilə bağlı bizdə qəbulda sual vardı. Dostlar, ən sondan başlamağınızı məsləhət görürəm ən axır hissədən. Çünki variantlarla işləmək lazım. Mən bu ulduzu çəkirəm bura. Düzdür, tələbələrin əksəriyyət deyəcəkdir ki, vallah müəllim, biz bunu eləməyə çalışırıq. Sən bunu burada qəşə çəkirsən. Kaş orada qələm ol. Əlbəttə ki, qələm olsa mən də razıyam. Hamınız orada bunu elə gözəl yazarsınız. Məsələ budur ki, yoxdur. Bax, misalın bu hissəsində. Buranın mərkəzi dostlar 4-dən başlayırıq. Bu harda yerləşir? 2 xana sağda bax. İndi bunu hara yazmalıyam? Görsən qolun arasının içərisində və bu hissəsini və tərsinə. Görün bütün variantlarda var. C bəndində baraqlıdır. Hamısında o istiqamət. Opsiyona baxım, oxa. Ox mərkəzin arasında, ən sağ qolda. Bunlara çəkməliyəm. Amma bura diqqət yetirirəm. Ağzı yuxarı və ağzı ara sol tərəfi. Bax, B bəndi getdi, bura deyil. Y-də baxım var, D-də var. Okey. Keçin başqa variant. Bu dairə. Dairə göz dostlar, buradan hardadır? 2 xana burada. Harda olmalıdır? Bu ulduzun bu ayağında. Bax, variantların hamısında dairə var ki. O var ya, bəs mən onu necə fərqləndiririm? İndi hansını izləyim ki, mənə daha rahat olsun bunu tapmaq deyə düşünə bilərsiniz. İndi misalın bu hissəsində, dəyərli dostlar, baxıram digər bir fiqura. Özüm üçün fərqli olan bir fiqur götürə bilərəm. Bunlarda olmayan. Deyək, məsələn, bu sağ tərəfdə yerləşən. Baxın. Sağ tərəfdə yerləşən fiqur hansıdır? 4 bucaq. Bunu bir-bir gətirə bilərəm. Bu, bura bunun mərkəzidir. Harasında yerləşir? Bu sağ tərəfdə. Burada haradadır? Sol yuxarı. Bu kvadrat gəlir bura. Bu indi dostlar hardadır deyə bu da sağda. Kvadrata küsəcək. İkisə kvadratdan söhbət gedir deyə bura. Baxıram. Bu verilən misalda Y bəndində, D bəndində, A bəndində. Bunların hamısında orada var ki, yaxşı, başqa bir şey axtaracağım. Gətirirəm məsələn. Dediyim kimi, fərqli bir variant götürəndə misalda, onu tapmaq mənim üçün daha rahat ola bilər. Deyim, məsələn, bu oxu. Ox baxıram, bu hissədədir. Ağzlara baxır. Sağa. İndi bu mərkəzin bu hissəsində da köçür deyib bura. Ağzlara baxacaq. Verilən hissədə. Deyib bu istiqamətdə. Ağzı sola. Özə fikir verirsiniz dostlar. Bu hardadır? Qanadın çöl tərəfində. Yaxşı müəllim. Onda gəl bu belədirsə. Üzr istəmək, daha doğrusu içəriyə tərəf. Hı. Bu sola baxanlara baxır. Ağzı sola. Görürsünüz D bəndində. Həmin yerdə yoxdur. Belə burada var. Burada var. Qaldı bir dənə Y ilə A. Misalı bir-bir köçürür, gətirsəniz, ən sonda baxıram. Bax, bu fiqur var, bu var, bu var. Bir dənə burada diqqət edə biləcəyim oxdur. O gərək bu oxanı. Və burada ən sonda. Sağda, yuxarıda. Sola gedir yuxarıya. Ağzlara baxır aşağı. Bu indi buradan sağda, burada açara baxır, ağzı aşağı. İndi verilən misalda
Mən bunu növbəti səfər köçürsəm, ağzı hansı tərəfə köçürməliyəm? Bu tərəf. Bu da əziz dostlar, baxıram, hardadır? Y bəndində. Növbəti misal sağdakı 9-cu sual. Bunu keçən səfərdə qəbulda vardı. İyul ayındakı, may ayındakı beyanın qəbul sualındaydı. Yəni, həmin o qəbul sualımı götürüb bura yerləşdirmişəm. Sadəcə bu misalı tərsinə fırlamış qoymuşdular bura. Bəs bu nətər tapım? Neyniyim? X, Y, Z qaydası var. Onu qəşəng eləsəniz. Sizin üçün heç bir qorxusu yoxdur. Deyirəm, burada A, B, C-dir. Özüm üçün yazıram, bax. İstənilən bir yerdən başlaya bilərsən. Bura X, bura Y, burada Z. Y-in birləşdiyi hər yer Y-dir. Z-in birləşdiyi hər yer Z-dir. Onda bura qaldı X. Onda bunların hamısı X-dir. Y-lə X-im var, çatışmır. Z, Z, bura Y. Z-lə X var, çatışmır. Y, Y, Y. Onda bura Z. Bura Z, burada X. İndi məsələ nədir? Ağzı yuxarı olanlar görürsünüz dostlar, fərqlidir. Ağzı yuxarı olan. Niyə ağzı yuxarı olan deyirəm? İki dənə bir var yuxarıda. Axtaraq. Ağzı yuxarı olan biri budur. Biri budur. Biri budur. Biri də budur. Görün burada nə var? X, Z, Y və Y. İki dənə Y var burada. İki dənə nə var? Bir. Demək Y nəyin kodudur? Birin. Aha. Sonra nəyə baxım? Sol tərəfdə görürsünüz iki dənə üç var. Solda Y. Y-ə baxma Z, Z və X var. Bu. Z-dən iki dənə. Z nədir? 3. Onda X nədir? 2. Bu da mənə deyir ki, A, B, C kimi yaz. A, B, C kimi yazaq da A nədir? A, B, C. A, Y-dir. Yəni Y nə deməkdir? 1. B, Z-dir. Z neçə deməkdir? 3. C neçədir? X. Yəni nə? 2. Cavab 1, 3, 2. Sonra növbəti sual, bu son keçirilən 5 iyul qəbulunda da bizim rastımıza çıxan sual tipidir. Aha, nə yaza bilərsiniz müəllim burada? Nə edə bilərsiniz? Deyə sual yarana bilər. Demək, dəyərli dostlar, verilən misalda mən 1, 5, 10, 20, 50 deyir, bəs şinazlar arasından ikisini təsadüfi seçim birləşdirir. Məsələn, o gün bundan bağlı eləmişdik ki, dostlar, 1 manatdan nə ala bilərəm? 1 ilə 5-i birləşdirə bilərəm, 6, 1 ilə 10, 11, 1 ilə 20, 21 və 1 ilə 50, 51. 4-ü burada. İndi 5 manatlıqla. 5 ilə 10-u birləşdirə bilərəm, 15. 5 ilə 20-ni birləşdirərəm, 25. 5 ilə 50-ni birləşdirərəm, 55. Üçü burada. İndi 10 manatlıqlarla. 10 ilə 20-ni birləşdirib 30. Və bir də 10 ilə 50-ni birləşdirib 60. Bir də 20 manatlıq qalıb. 20 manatdan da bir də nəyə birləşdirərəm? 50-ni. Burada 2, burada 1. Cəmi 10 dənədir. Ümməsi şinas. Deyir 36 manatdan az olsun. 1, 2, 3, 4, 5 və bir də neçə? 6. 6 dənəsi var ki, 36-dan kiçikdir. 6-nı da bölürəm ümumi sayı. Yəni 10-a. Bu da bərabərdir 5-dən 3. Və hal-hazırda imtahan qəbul suallarını yekunlaşdırdım. Dostlar, bir dənə qaldı. İndi birazdan bununla bağlı sual və özümün düzəltdiyim bəzi digər suallar da olacaqdır ki, onu da sizlərlə bərabər paylaşacağım. Və əlavə olaraq, əziz dostlar, mən də hal-hazırda sizə öz e, YouTube kanalımı da burada göstərirəm suallarla bağlı. Əgər siz də qəbulun son sual tipləri ilə bağlı məlumatlı olmazsınız, girirsiniz video hissəsinə və buradan populyar olan videolara keçin. Bir sol tərəfdəki sualdır ki, dövlət qulun qəbuluna düşə biləcək. Bir buna baxa bilərsiniz. Hamısını 2 il əvvəldən paylaşmışam ki, bu sualla bağlı. Yəni izahını lap dəqiq bilmək istəyirsinizsə. Əlavə olaraq bayaq dediyim sualdır. Dövlət qulun qəbuluna düşə biləcək sual tipi. Burada artıq 10 dənə sual var və bu 10 sualdan artıq mən missiyamı tamamladım 2 il ərzində ki, bu videonu kimlər izləmişdirsə, demək olar ki, oradan baxıb görüb və əsas da izləyəcəyiniz digər videolardan biri isə, dəyərli dostlarım, təbii ki, o desən yuxarıda qaldı. Hə. Baxın, bu sol tərəfdə də bunu yazmışam. Məntiq yapan oyunlar videosunu daxil olaraq burada daha geniş formatda hansı boz, hansı göydü onu da yazmışam. Videonu izlədiyiniz üçün təşəkkür edirəm hər birinizə, dəyərli dostlar. Hamınıza bol uğur arzularım. İnşallah yaxşı nəticələr əldə eləmisiniz. Növbəti suallarda görüşərik. Mütləq kanala abunə olun. Videonu bəyənin ki, digər videolardan ən tez sizin xəbəriniz olsun. Sağ olun.